إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا إلى يوم الدين فإن خير الكلام كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار أما بعد Əziz qardaşlarım, həmişə olduğu kimi hamınıza, eləcə də özümə Allahdan qorxmağı, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin yolu ilə getməyi nəsiyyət edirəm. Bugünkü mövzumuz istiğfar barədədir. Allahdan bağışlanma diləmək. Allah subhanahu və teala Ən-Nisa surəsinin 106-cı ayəsində buyurur: وَاسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا إِلَيْهِ Rəbbinizdən bağışlanma diləyin. Sonra ona tövbə edin. Bu ayənin axırına diqqət edin. Axırında uca Rəbbimiz nə buyurur? İnnə Rabbi rahimun vadud. Həqiqətən Rəbbim rəhimlidir, sevəndir, həm də seviləndir. Bundan nə aydın olur bizə? O aydın olur ki, kim Allahdan daha çox bağışlanma diləyər, ona tövbə edərsə, Rəbbi ona rəhm edər və onu sevər. Biz nəinki günah gördükdə, ümumiyyətlə hər zaman Allahdan bağışlanma diləməli, ona tövbə etməliyik. Dilimizdə olan zikir, ən çox edəcəyimiz zikir bu olmalıdır. Estağfirullah və atubu ileyh. Həsanul Basri rahiməhullah deyir ki, Rəbbinizin rəhməti gün ərzində yer üzünə enir. Amma nə zaman endiyini heç kəs bilmir. Həmin vaxtı tutmaq üçün, o rəhmətə nail olmaq üçün daim Allahdan bağışlanma diləməli, ona tövbə etməlisiniz. Mömin adam daim Rəbbindən bağışlanma diləməli və ona tövbə etməlidir. Bizim tanıdığımız ən təqvalı insan, Allahın ən sevimli bəndəsi, möminlər arasında ən imanlısı, ən təqvalısı, ən əxlaqlısı, ən abidi Peyğəmbərimiz sallallahu aleyhi və səlləm gün ərzində 100 dəfə əstəğfirullah və atubu ileyh deyərdi. İslam alimlərindən birinin gözəl sözünü oxuyacağım sizə. Baxın, görün, mömin adam nə zaman Rəbbindən bağışlanma diləməlidir ki, bunun ona xeyri olsun. İmam İbnül Qayyim rahiməhullah Mədariz-i Səlikin əsərində görün nə deyir? Əməlin qəbul olunmasının əlaməti budur ki, sən onu qəlbində çox az bir şey hesab edəsən. Arif adam yaxşı bir əməl edən kimi Allahdan bağışlanma diləyər. Necə ki, Rasulullah sallallahu aleyhi və səlləm namazı bitirən kimi 3 dəfə əstəğfirullah deyərdi. Həmçinin Uca Allah Əl-Bəqərə surəsinin 199-cu ayəsində öz qullarına həcc ziyarətini bitirdikləri zaman Allahdan bağışlanma diləmələrini buyurur. Həmçinin Əz-Zariyyət surəsinin 18-ci ayəsində gecənin axırına dək ibadət edib, axırında Rəbbindən bağışlanma diləyən qullarını mədh edir. Peyğəmbər sallallahu aleyhi və səlləm öz ümmətinə dəstəmaz alan kimi Allaha tövbə etməyi, ondan bağışlanma diləməyi buyurur. Kim Rəbbinin ona buyurduğu əməlin nə dərəcədə vacib olduğunu, bu əməli nə cür yerinə yetirdiyini və nəfsində olan eybi düşünərsə,
əməlinin qəbul olunması üçün ancaq Rəbbindən bağışlanma diləyər. Üstəlik, bu əməli layiqincə yerinə yetirmədiyini və onun cüzi bir şey olduğunu düşünər. İbn-i Qeyyim Rahiməhullahın sözü burada tamamlanır. Bu alimin bu gözəl nəsiyyətindən aydın olur ki, mömin adam yaxşı iş gördükdə belə dərhal əməlin ardınca Allahdan bağışlanma diləməlidir ki, o əməl qəbul olsun. Həcc ziyarətini edirsən, bütün günahlardan təmizlənirsən. Həcci tamamlayan kimi niyə Allahdan bağışlanma diləməlisən ki? Diləməlisən ki, o həcc ziyarəti qəbul olsun. Əməlin qəbul olunmasının əlamətidir. Namazı qılan kimi niyə 3 dəfə Allahdan bağışlanma diləyirsən? Diləyirsən ki, o qəbul olsun. Qınıyırsan nəfsini ki, birdən o əməlində nöqsanlar olar. Sələf alimlərindən biri deyir ki, mənim üçün gecə namazına yatıb qalmaq, sonra səhər oyanlıqda buna görə nəfsimi qınamaq, gecə namazına qalxmaq, sonra da buna görə özümdən razı qalmaqdan daha xoşdur. Allahu Akbar. İnsan nə qədər çox öz nəfsini qınıyarsa, bir o qədər də ibadətə həris olacaq. İxlaslı olmağa həris olacaq. Əməllərini ancaq Allah üçün edəcək. Mövzumuz istiğfardandır. Yəni Allahdan bağışlanma diləmək. Bunu ancaq onun fəzilətindən xəbəri olan insanlar canla başla yerinə yetirir. Sevə-sevə. Cani dildən Allahdan bağışlanma diləyir. Onun əgər fəzilətindən xəbəri olsa müsəlmanların, hamısı gecə-gündüz Allahdan bağışlanma diləyər. Fəzilətinə dair onlarla hədislər var. Bir neçəsini deyəcəm. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, əməl dəftərinə çoxlu istiğfar yazılmış kimsənin xoş halına. Xoş halına sözü burada bir neçə cür izah olunur. O izahlardan biri də, yəni cənnətlik olacaq. Cənnət əhlindən olacaq. Tubələhu. Həmçinin başqa bir hədisdə Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, uca Rəbbiniz gecənin son 1/3-də dünya səmasına inir və deyir, mənəm hökümdar, mənəm hökümdar. Mənə dua edən varmı, onun duasını qəbul edin. Məndən istəyən varmı, ona istədiyini verim. Məndən bağışlama diləyən varmı, onu bağışlayın. Bu hal dan yeri sökülənə dək davam edir. Ona görə Allah subhanahu wa ta'ala möminləri vəsf edərkən deyir, Əs-sabirinə vəs-sadiqinə vəl-qanitinə vəl-munfiqinə vəl-müstəğfirinə bil-əshər. Səbr edənlər, doğru danışanlar, Allaha müti olanlar, mallarından Allah yolunda xərcləyənlər və gecənin axırında Rəbbinə yalvarıb ondan bağışlanma diləyənlər. Gecənin axırını xüsusilə vurğulayır. Həmçinin hədislərin birində Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, bir zaman iblis Rəbbinə xitab edərək deyir, sənin izzətinə və cəlalına and olsun ki, Adəmin bütün nəslini ruhları bədənlərində olduğu müddətcə yoldan çıxaracaqam. Rəbbi də ona belə cavab verir. Mənim izzətimə və cəlalıma and olsun ki, onlar məndən bağışlanma dilədikcə mən onları bağışlayacaqam. Gəlin baxaq görək, bütün bəşəriyyətə nümunə olan ən təqvalı Peyğəmbərimiz sallallahu aleyhi və səlləm necə istiğfar edərmiş. Əgər onun həyat tərzinə baxsanız görərsiniz ki, bütün həyatı bunun üzərində qurulur. Rasulullah sallallahu aleyhi və səlləm ümmətinə buyurur. Deyir, ey insanlar, Allaha tövbə edin və ondan bağışlanma diləyin. Həqiqətən mən hər gün 100 dəfə ona tövbə edir və ondan bağışlanma diləyirəm. Ayşə radiyallahu anh deyir ki, Rasulullah sallallahu aleyhi və səlləm duha namazını qıldıqdan sonra oturub 100 dəfə Allahumma xfirli və tub aleyyə innəkə əntət təvvəbur rahim deyərdi. İbn-i Ömər radiyallahu anh deyir ki, məclisdə biz Peyğəmbər sallallahu aleyhi və səlləmin Rabbi xfirli və tub aleyyə innəkə əntət təvvəbur rahim dediyini sayardıq 100 dəfə. Əbu Hureyra radiyallahu anh deyir ki, mən
Rasulullah sallallahu aleyhi və səlləmdən daha çox Allahdan bağışlanma diləyən və ona tövbə edən ikinci bir adam tanımıram. Və bu cür həyata baxmayaraq 23 il həyatı bu cür keçir Peyğəmbər sallallahu aleyhi və səlləmin və həyatının sonunda hicrətin 10-cu ilində istiğfarı və tövbəni daha da artırır. Namazlarda, rukularda və səcdələrdə Subhanallahi və bihamdihi əstəğfirullah və atubu ileyh deyir. Və Ayşə radiyallahu anh'a bunu eşidir. Deyir, ya Rasulullah, Subhanallah və bihamdihi əstəğfirullah və atubu ileyh kəlmələrini təkrar söyləməyinin səbəbi nədir? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, Rəbbim mənə ümmətimə dair bir əlamət görəcəyimi və o əlaməti gördüyüm zaman təkrar Subhanallah və bihamdihi əstəğfirullah və atubu ileyh söyləyəcəyimi xəbər vermişdi. Artıq o əlaməti gördüm. O əlamət nə idi? Nasr surəsi nazil olur. Hicrətin 10-cu ilində. İzə cəə nəsrullahi vəl-fəth və rəəytən nəsə yədxulunə fi dinilləhi əfvəcə. İslam dini zəfər çalacağı zaman insanların dəstə bu dinə gələcəyini görəcəksən. 23 il əvvəl onların sayı cəmi 70 nəfər idi. 13 il ərzində bu say artmadı. Lakin hicrətin 10-cu ilində artıq onların sayı 100 min idi. İnsanlar dəstə bu dini qəbul edirdi. O zaman Allah Subhanahu taala ona nə əmr edir? Allahın dininə girdiklərini gördükdə həmd ilə Rəbbini təriflə və ondan bağışlanma dilə. Həqiqətən o tövbələri qəbul edəndir. Bax, bu ayə nazil olduqdan sonra Rasulullah sallallahu aleyhi və səlləm Subhanallah və bihamdihi əstəğfirullah və atubu ileyh zikrini artırır. Beləcə Rasulullah sallallahu aleyhi və səlləm ölüm onu haqlayana dək bu zikri çoxaldır. Ayşə radiyallahu anh deyir ki, son günlərini Peyğəmbər sallallahu aleyhi və səlləm mənim evimdə keçirir. 3 gün ölüm yatağında qalır və hər dəfə ölüm bihuşluğu gəlib getdikdə əlini camın içindəki suya vurulmuş, üzünə vurur və la ilahe illallah deyirmiş. Lakin son nəfəsində əlini əllərimin arasından çəkdi və qaldırdı. Təkrar başladı deməyə. Rabbi xfirli vərhamni və əlhiqni bir rafiqil ələ. Ey Rəbbim, məni bağışla, mənə rəhm et və məni uca dostlara qovuşdur. Təkrar bunu bir neçə dəfə dedi, əlləri yanına düşdü və ruhu bədənindən çıxdı. Vəfat elədi. Baxın, qardaşlar, bu bizim üçün örnəkdir. Yəni, kim nəyə can atırsa, Allah onu nəsib edir. Kim bu həyatda nə cür yaşayırsa, aqibəti də, sonluğu da vallahi ki, elə olacaq. Biz Peyğəmbərlərin yolunu gedirik. Başda da Peyğəmbərimiz sallallahu aleyhi və sələm olmaqla. Onlara oxşamaq istəyirik. Elə isə onlar kimi Allahdan bağışlanma diləməliyik. O Peyğəmbərlər ki, Allah subhanahu teala onları Quran-ı Kərimdə vəsf edir. O Peyğəmbərlər ki, Allah yolunda hər bir çətinliyə dözmüş və daim Allahdan bağışlanma diləmişlər. Ali İmran surəsinin 146, 147 və 148-ci ayələrində Allah subhanahu teala Peyğəmbərlərin və onların ardıcıllarını belə vəsf edir. Onlar Allah yolunda başlarına gələn müsibətlərə görə nə zəifləmiş, nə acizlik göstərmiş, nə də düşmənə boyun əymişlər. Allah səbr edənləri sevər. Onların sözü ancaq, ey Rəbbimiz, günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla. Qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə kömək et. Bu Peyğəmbərlərin və ardıcılların sözü ancaq bu olmuşdur. Əgər Rasulullah sallallahu aleyhi və səlləmin gündəlik olaraq bizə öyrətdiyi sünnəyə əməl etsək, biz bu həyatda uğur qazanacaq, nizat tapacaq və axirətdə də cənnət əhlindən olacaq, inşallah. Gəlin, baxaq görək, Rasulullah sallallahu aleyhi və səlləmin sünnəsi bizə gün ərzində nə cür Allahdan bağışlanmağı diləməyi öyrədir. Diqqət edin. Yuxudan oyandın. Oyanan kimi sünnədə
4 dənə zikr var. Bu zikirləri eləyirsən. Onlardan ikisi sənə ölümü xatırladır. Elhamdülillahilləzi əhyənə ba'dəmə əmətənə və iləyhin nüşur. Elhamdülillahilləzi afəni fi cəsədi və raddə aleyyə ruhi və əzinə li bi zikri. O biri ikisi isə sənə Allahdan bağışlanmağı yönəldir. La ilahe illallahu vahdahu la şərikə ləh, ləhul mulku və ləhul hamdu və huve alə kulli şeyin qadir. Subhanallah və elhamdülillah və la ilahe illallah və Allahu akbar və la havle və la quvvətə illə billahil aliyyil azim. Rabbi xfirli. Bu zikri edəndən sonra bilirsiniz nə baş verir, qardaşlar? Rasulullah sallallahu aleyhi və sələm deyir, kim bu zikri etsə, ona cavab verirlər. Yəni, Rabbi xfirli deyirsə, Allah onu bağışlayar. Qalxıb dəstəmaz aldıqdan sonra namaz qılsa, o namazı qəbul olar. Özünüz düşünün, bu zikri səhər duranda eləməsəniz, qorxmursunuz ki, namazınız qəbul olmaz. Namazın qəbul olması üçün bir açardır. Allahdan bağışlanma diləyirsən əvvəlcədən o namazın qəbul olunması üçün. Və nəhayət, 4-cü zikir Ali-İmran surəsinin son 10 ayəsini oxuyursan. Gecə yuxudan oyanan kimi bu ayələri oxumalısan. Sünnədir. Bu ayələr ilk dəfə nazil olduqda Peyğəmbər sallallahu aleyhi və sələm gecə namazına qalxır. Gecə vaxtı nazil olur bu ayələr ona. Qalxır və qılır namazı. Namazı qılarkən ağlayır. Saqqalı, sinəsi, göz yaşı olur. Sonra oturur, namazdan sonra zikirləri edir, yenə ağlayır. Ayağı, yer, göz yaşı olur. Sonra uzanır yatağına, yenə Allahı zikir edir və ağlayır. Yastığı, yerin içi, bütün göz yaşı olur. Həyat yoldaşı Ayşə radiyallahu anh deyir, ya Rasulullah. Deyir, ya Rasulullah, nə olub sənə? Nə baş verir? Dərdin nədir? Niyə ağlayırsan? Deyir ki, ey Ayşə, bu gecə mənə ayələr nasil olub. Vay o kəslərin halına ki, bu ayələri oxuyub, ona əməl etmirlər. Və başlayır o ayələri oxumağa. İnnə fi xalqis səməvati vəl-ard və ixtilafil leyli vəl-nəhər ləəyətin li ulil əlbəb. Göylərin və yerin yaradılışında, gecənin gündüzə qarışmasında ağıl sahibləri üçün ibrətlər vardır. Allah subhanətə alə ağıl sahibləri deyir. Allah yanında ağıl sahibləri kimlərdir, qardaşlar? Hər diplomu olan, hər professor, akademik Allah yanında məyəm ağıl sahibi sayılır. İnsanlar arasında ağıllı ola bilər. Allah yanında ağıl sahibi kimlərdir? Ayənin ardı gəlir. Əl-ləzīnə yəzkurunəlləhə qiyamən və qu'udən və alə cunubihim və yətəfəkkərunə fi xalqis səməvati vəl-ard Rabbənə mə xələqtə həzə batilən subhanəkə və qinə əzəbənnar. O kəslər ki, ayaq üstü olanda da, oturanda da, uzananda da Allahı yad edirlər. Yerin, göyün yaradılışı barədə düşünürlər. Və deyirlər, ey Rəbbimiz, sən bunları əbəs yerə yaratmamısan. Odur ki, bizi cəhənnəm əzabından qoru. Və başlayırsan orada dualar eləməyə. Rabbənə innəkə mən tudxilin nərə fəqəd əxzəytəh və məli zaliminə min ənsar. Rabbənə innənə səmi'nə munadiyyən yunadi lil imani ən əminu bi rabbikum fəəmənnə. Rabbənə əxfir lənə zunubənə və kəffir annə seyyiətinə və təvaffənə ma'al əbrar. Rabbənə və ətinə mə vəəttənə alə rusulik və lə tuxzinə yevməl qiyamə innəkə lə tuxliful mi'ad. Gördünüzmü? 3 ayənin 3-ü də Rabbənə, Rabbənə, Rabbənə müraciəti ilə başlayır. Bu 3 ayədə Rəbbinə müraciət edirsən. Deyirsən ki, ey Rəbbim, sən kimi cəhənnəm oduna salsan, onu alçatmış olarsan. Zalimların heç bir köməkçisi olmaz. Ey Rəbbimiz, biz imana çağıran dəvətçinin dəvətini eşitdik və qəbul etdik. İman gətirdik. Bizim günahlarımızı bağışla, təqsirlərimizdən keç və bizi əməli salih insanlarla bir yerdə həşr et. Canımızı al. Ey Rəbbimiz, Peyğəmbərlərinə vəd verdiyini bizə nəsib et. Bizə ver. Həqiqətən sən vədinə müxalif olmursan. Sən ki, bunu gecə vaxtı deyirsən, qardaş, heç bilirsən nə baş verir? Elə həmin an Rəbbin sənə cavab verir. Ayənin dalı gəlir. Fəstəcəbə ləhum rabbuhum ənni lə udi'u əmələ amilin minkum min zəkərin əv unsə.
Rəbbi onlara cavab verir. Mən sizlərdən istər kişi, istər qadın olsun, möminlərin etdiyi əməlin puç eləmərəm. Və sonrasını yerdə qalan ayələri özünüz açıb oxuyarsınız. Əsas burasıdır. Sən gecə vaxtı Rəbbinə müraciət edirsən, Rəbbin də sənə cavab verir ki, mən sənin əməlini puç eləməyəcəyim. Bu böyük neymətdir. Hamısı da nəyə bağlanır? Bağışlanma diləməyə. Həmin ayələrdə Allahdan günahlarına görə bağışlanma diləyirsən. Sonra yatağından qalxırsan, gedirsən ayaq yoluna. Ayaq yolundan çıxanda belə yenə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bizə Allahdan bağışlanma diləməyə öyrədir.Ğufranəkə deyirsən. Gəlirsən, dəstəmaz alırsan. Dəstəmazdan sonra belə yenə Rəbbindən bağışlanma diləyir və ona tövbə edirsən. Allahümmə cəli minət təvvabinə və cəli minəl mutatahhirin. Subhanək Allahümmə və bihəmdik əşhədu və lə iləhə illə ənd əstəğfiruka və atubu ileyk. Allahdan bağışlanma diləyirsən, tövbə edirsən ona. Dəstəmazdan sonra dəstəmazın qəbul olsun deyə. Sonra qalxırsan, namaz qılırsan. 2 rükət sünnət, 2 rükət fərz. Hər iki səcdə arasında 2 dəfə Rabbi xfirli deyirsən. Bunun da cəmi edir 8 sünnət və fərz namazlarında 8 dəfə Rəbbindən bağışlanma diləyirsən. Namazı bitirən kimi o namazın qəbul olsun deyə 3 dəfə əstəğfirullah deyirsən. Baxın, səhər təzə açılıb, gör nə qədər Allahdan bağışlanma dilədin. Yuxudan oyanan ki 2, ayaq yolundan çıxdın 3, dəstəmaz aldın 4, namazın içində 8, 12 və namazı bitirdin 3, 15 kərə Rəbbindən bağışlanma diləyirsən. Sonra gəlir səhər və axşam zikirləri. Seyyidul istiğfar. İstiğfarların ən hörmətlisi, ən möhtəşəmi. Allahümmə əntə Rabbi, la iləhə illə ənd, xaləqtəni və ənə abduk və ənə alə ahdikə və ba'dikə məstəta'at, əudubkə min şərri mə sanat, əbu ləkə bi ni'mətik aleyh, əbu ləkə bi zəmbi, fəğfirli fə innəhu la yəğfiru zunubə illə ənd. Zikrin Peyğəmbər sallallahu aleyhi ve sellem niyə seyyidul istiğfar adlandırır? Niyə? Səbəbi nədir? Səbəbi budur ki, onun ləfsi olduqca möhtəşəm mənaları özündə əks etdirir. Adam bu zikri etməklə Allahın tək ilah olduğunu təsdiqləyir. Allah qarşısında qul olduğunu etiraf edir. Ona itayət edəcəyinə söz verir. Onun ruzu verən və günahları bağışlayan Rəbb olduğunu iqrar edir və nəhayət ona sığınır. Bu istiğfarı etdikdən sonra bilirsiniz nə baş verir? Bilsəniz, bu istiğfarı heç vaxt tərk etməzsiniz. Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, kim bu zikri səhər desə, axşama kimi vəfat etsə, cənnətə daxil olar. Və kim onu axşam desə, səhərə qədər vəfat etsə, cənnətə daxil olar. Subhanallah, bir neçə saniyə ərzində deyəcəyin söz səni cənnətə aparacaqsa, o sözü deməyənlərin vay halına. Sonra gəlirsiniz, əlhəmdülillah, əksəriyyətinizin miniyi var. O miniyə minirsiniz. O miniyin içində gedəcəyiniz yerə salamat gedib çatmaq üçün yenə Allahdan bağışlanma diləməlisiniz. Bunsuz Allah subhanətə alə sizi qorumayacaq. O miniyin içində qorunmağını istəyirsinizsə, Rasulullah sallallahu aleyhi ve sellemin öyrətdiyi minih duasını eləməlisiniz. Əli ibn Əbi Talib radiyallahu anh üçün at gətirirlər. Əyağını atın üzəngisinə qoyur və atın üzərinə qalxarkən Bismillah deyir. Qalxıb oturandan sonra Əlhəmdülillah deyir. Sonra davam edir. Subhanəlləzi səxxara lənə hədə və mə künnə ləhu muqrinin və innə ilə Rabbinə ləmunqalibun. Əlhəmdülillah, əlhəmdülillah, əlhəmdülillah. Allahu akbar, Allahu akbar, Allahu akbar. Subhanəkə inni zaləmtu nəfsi fəğfirli fə innəhu lə yəğfiru zunubə illə ənd. Əsas burasıdır. Sən pak və müqəddəssən, ey Rəbbim. Mən isə nəfsimə zülm etmişəm. Mənim günahlarımı bağışla. Günahları səndən başqa heç kəs bağışlamır. Qardaşlar, bu zikri minən adam etməsə, onun mənzil başına gedib çatması təhlükə altında olur.
Peyğəmbər sallallahu aleyhi və sələm gün ərzində hansı məclisdə olardısa, xeyirli bir söhbət edərdisə və yaxud yemək içmək olardısa, sonunda mütləq deyərdi. Subhanəkallahumma və bihamdik, əşhədu əllə iləhə illənd, əstəxfiruka və atubu ileyk. Şükür sənə ey Allahım, həmd olsun sənə. Şahidlik edirəm ki, səndən başqa ilah yoxdur. Səndən bağışlanma diləyir və sənə tövbə edirəm. Bunu edərdi ki, o məclisin xeyir, bərəkətinə nail olsun. Bütün gün ərzində Allahdan bağışlanma diləyə, nəhayət gəlirsən, yatağına uzanırsan, yatmaq üçün. 40-a yaxın zikirlər var, onu edirsinizmi? Bu zikirləri edin ki, bütün gecəni Allah sizi qorusun. Rahat yatasınız. Hətta yuxuda ikən canınızı alsa, cənnətli olasınız. Və həmin o zikirlərin arasında 2 möhtəşəm ayəni zikr olaraq oxuyursan. Əl-Bəqərə surəsinin 285 və 286-cı ayələrini. 285-ci ayədə uzun ayədə əsas yerini deyəcəm. Ğufranəkə Rabbənə və eleykəl masir deyirsən. Ey Rəbbimiz, bizi bağışla. Dönüş yalnız sənədir. 286-da da deyirsən, va'fu annə, vəğfir lənə, vərhamnə, əntə məvlənə, fənsurna alə qavmil kəfirin. Bizi əff et, bizi bağışla, bizə rəhm et, sən bizim himayədarımızsan. Kafirləri məğlub etməkdə bizə yardım et. Hər gecə bunu desən, Allah səni istəyinə nail edəcək. Bayaq söhbətin əvvəlində dedim ki, möminləri Allah subhanət hələ vəsf edir. Deyir ki, onlar gecənin son 1/3-də Allahdan bağışlanma diləyirlər. Yəni, bütün gecəni ibadət edir, 11 rükət namaz və sonuncu vitirdə ya qunut, ya səzdədə fərq etməz. Allahdan çoxlu bağışlanma diləmək lazımdır. İstiğfar insana həqiqətən xeyir, bərəkət gətirir. Həm bu dünyada, həm də axirətdə. O möminlər ki, Allah onları vəsf edir. O möminlər ki, gecənin son 1/3-də Allaha yalvarırdılar. Onlar bütün dünyanı fəth elədilər. Vacib deyil ki, əraziləri ələ alasan. Yox, o ərazilərdə yaşayan insanların qəlbinə İslamı ki, saldın, onun özü bir fəthdir. Sahabələr bunun üçün çalışırdılar. Və əksəriyyəti silahla yox, ticarətlə fəth edirdi qəlbləri. Ticarətlə. Tacir idilər, gedirdilər başqa ölkələrdə, ticarətlə məşğul olur, öz əxlaqını, başqa cür desək, daha dəqiq desək, İslam əxlaqını göstərərək həmin insanları İslama dəvət edirdilər. Lakin lazım gəldikdə silaha da əl atırdılar. Və həmin o silaha atdıqları döyüşlərdən birində, Yarmuk döyüşündə, indiyə qədər xristiyanlar bu döyüşdən danışır ki, necə olub, necə ola bilər? Qılınc, ox ilə olan döyüşdə 30 minlik ordu ilə 240 minlik ordu qabaq-qabağa gəlsin, 240 minlik ordu məğlub olsun. Özdə biabırçı halda. 30 minlik ordudan cəmin 4 min şəhid olur, 240 minlik ordudan 90 min məhv edilir. Darmadağın olur, pərən-pərən düşüb qaçırlar. Həmin o 30 min ordunun içində 700 qari var idi. Gecə namazlarını qılan və digər orduda olan müsəlmanlara nümunə olan, onları da həvəsləndirən qarilər var idi. Rum ordusu məğlub olandan sonra qayıdırlar Heraklın huzuruna. Herakl yığır sərkərdələri və soruşur, niyə məğlub oldunuz? Axı sayınız onlardan 8 dəfə çox idi. Sərkərdə gör nə cavab verir. Deyir, əgər biz əvvəlki döyüşlərdə vuruşduğumuz insanlar kimi insanlarla vuruşsaydıq, məğlub olmazdıq. Herakl soruşur ki, sən nə demək istəyirsən? Bunlar nə cür insanlar idi ki? Cavaba baxın. Onlar gecələri namaz qılıb, gündüzləri oruç tutan insanlar idi. Bu sərkərdə onların nə etdiyini hardan bilir? Onların arasında bu əməli tək-tük adamlar eləsəydi, heç bunların xəbəri olmazdı. Deməli, ordunun hamısı Allaha ibadət edir, ondan bağışlanma diləyir, kömək diləyirdilər. Kim də nəyə can atırsa Allah onu nəsib edir.
bu məclisə yığışmışıq, Allahı zikr edirik. Əvvəla, bu məclisi təşkil edən qardaşımızın Allah malına bərəkət versin. Əhli əyalını, evini qorusun. İkincisi, bu məclisə yığışmağın özü belə məğfirətə nail olmaq üçün səbəbdir. Çünki Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, o möminlər ki, bir yerə yığışıb Allahı yad edər, mələklər onları öz qanadları ilə dünya səmasına qədər əhadə edər. O məclisə Allah tərəfindən sükunət nazil olar. O məclisdə olanların hamısını Allah subhanətə alə bağışlayar. Və o məclisdə olanları ad-ba-ad mələklərin yanında yad edər. Bayaq namazda ayələr oxudum. Fəzkuruni əzkurkum. Baxın, şərtdir bu. Şərt formasında gəlir. Məni yad edin ki, mən də sizi yad edim. Biz Allahı yad ediriksə, Allah da vallahi ki, bu dəqiqə mələklərin yanında bizi ad-ba-ad yad edir. Şərəfə baxın, hörmətə baxın. Allah subhanətə alə bizə son nəfəsimizə qədər bu cür məclisdə iştirak edib, bu cür Allahı yad etməyi nəsib eləsin. Nəinki bu, hətta mələklər belə bizlər üçün Allahdan bağışlanma diləyir. Diqqət edin ayələrə. Allah subhanətə alə buyurur, ərşi daşıyanlar və onun ətrafındakılar öz Rəbbinə həmd edərək onu tərifləyir. Ona iman gətirir və möminlər üçün bağışlanma diləyib deyirlər. Ey Rəbbimiz, sən mərhəmətin və elminlə hər şeyi əhatə edirsən. Tövbə edib sənin yolunla gedənləri bağışla. Onları cəhənnəm əzabından qoru. Ey Rəbbimiz, onları da onların atalarından, zövcələrindən və nəsillərindən olan əməli salihləri də onlara vəd verdiyin ədin bağlarına daxil et. Həqiqətən sən qüdrətlisən, müdriksən. Onlara günahlarının cəzasını çəkməkdən azad et, xilas et. O gün sən kimi günahlarının cəzasını çəkməkdən azad etsən, ona rəhm etmiş olarsan. Məhz bu böyük uğurdur. Hamımızın adından Allaha yalvarıb dua edib deyirəm, ey Rəbbimiz, hamımız nəfsimizə zülm edirik. Günahları bağışlayan isə sənsən. Bizim günahlarımızı bağışla. Ey Rəbbimiz, bizi və bizdən əvvəl gəlib getmiş möminləri bağışla və bizim qəlbimizdə möminlərə qarşı kin, küdurətə yer vermə. Ey Rəbbimiz, əməllərimizdə etdiyimiz xətaları, günahları bizə bağışla və bizi Firdovs cənnətinin sakinlərindən et. Ey Rəbbimiz, bu dünyada qərib yerdə olduğumuz zaman, qəbirdə tənha qalacağımız zaman, qiyamət günü sənin huzurunda duracağımız zaman və cəhənnəmin üstündən keçən körpünün üstündən keçəcəyimiz zaman bizə rəhm et, bizə kömək ol və bizə o körpünün üstündən keçib cənnətə, özü də Firdovs cənnətinə daxil olmamıza yardım et. Subhanəkallahumma və bihamdik. Əşhədu ən la iləhə illə ənt, əstəğfiruka və ətubu ileyk.